Salam əziz qardaş, nətərsən, nə var, nə yox qulu qardaş. Xoş gördük səni. Bu günlərin fevralın 2-si, saat 12. Görürsən bu boz şişəkləri. Bax, bu heyvanları satıram. 200, hardasa 50 baş heyvandır. Qardaş, bu heyvanın hamısı qızıl yelin boğaz, birinci, ikinci qarına xam şişəklər. Bu heyvanlar satılır. Yəni, kimə heyvan lazımdırsa, əziz qardaş, buyursun, bunu qoy səhifəyə, bu heyvanları köməkliyi ilə satım. Yəni, bu ayın 28-nə kimi bu heyvanlar bu yataqdan çıxmalıdır. Buyur, bax, qardaş. Yəni, bu heyvan hamısı belə birinci, ikinci qarına şişəkdir. Yəni, maşallah olsun, heyvanıma söz yoxdur. Bunu, yəni, əziyyət çəkmişəm, otarmışam, saxlamışam. Bunu məhsuldur. Sadəcə olaraq yer dərdindən bu heyvanı mən satmaq məcburiyyətindəyəm. Yəni, bu heyvan satılası heyvan deyil. Hamısı da doğandı, ikiz doğur. 70'i də balalıdır. 70 dənə də balalı qoyunum o izlədir. Bax, bunun hamısı bu qaydadadır. Bildiyim buna bax, hamısı qarına bax, hamısı birinci qarına şişəklərdir. Özdə hamısı da tatallardır. Qaradolaqdır. Buna bax, boz qomra şişəyə bax, hamısı ağır boğaz şişəklərdir. Bunlara bax. Görürsən, içində nə qədər belə şişəklərim var. Baldır, bal. Yəni, istəyənlər zəng eləsin. Yəni, əziz qardaşlar, gedib oradan buradan sən almasınlar, gəlsin fermanın, bir fermanın qoyunudur, gəlsin köm yıxsın, aparsın. Buna bax, hamısı da bax, belə qızıl yelindir. Buyursun, videonu təqdim elə baxsınlar, gəlsinlər, yararlansınlar. Bax, bu sürü satılır.